Salam şagirdlər, hər vaxtınız xeyir olsun. Deməli, xaç sürüşlərindən başlayaraq təkrar mövzumuz vardı. O mövzulara aid olan bir sınaq demişdim sizə. Sınavın cavablarını və izahına baxaq. Birinci sualımız evdən əvvəl 2-ci Yarsı Roma Respublikası bilirsiniz ki, Romada Respublika eradan əvvəl 509-dan başlamışdı. Eradan əvvəl 27-yə qədər davam etmişdi və 17-ci əsrin 40-cı ilə İngiltərə tarix üçün aiddir. İngiltərədə bilirsiniz 1649-dan 53-ə qədər Respublika idarə üsulunu eləmişdi, mövcud olmuşdu. Oxşar cəhətlərinə baxırıq biz. Ölkənin rəsmi iki hissəyə parçalanması, Romanın parçalanması bilirsiniz ki, bizim eranın 395-də idi. İspaniyanın işğal olunması Romanın İspaniyanı işğal etməsi bilirsiniz ki, Roma tərəfindən İspaniya işğal olunması yoxdur. Bunu çıxsız. Həmçinin İngiltərə tərəfindən də belə bir məsələmiz yoxdur. Sonra vətəndaş müharibəsinin baş verməsi. Vətəndaş müharibəsi. Baxaq şahidlər. Romada vətəndaş müharibəsi birinci əsrin ikinci yarısı deyiriksə, ikinci yarısı 50-dən 0-a qədər. Həmin dövrdə vətəndaş müharibəsi Romada 49-dan 44-ə qədər vətəndaş müharibəsi var. Bəs İngiltərədə isə 1642-46-cı illərdə vətəndaş müharibəsi var idi. Bu bizim nədir? Oxşar cəhətimizdir. Birəcə, hakimiyyətdə yeni sülalələrin gəlməsi, həmin dövrdə yeni sülaləmiz yoxdur. İngiltərədə 1603-də gəlmişdi. Diktatorluq rejiminin qurulması Romada var, amma İngiltərədə 1653-dür. Lord Protector elan olunmasıdır. Oliver Cromwell tərəfindən tək başına hakimiyyət. 2. Uyğunluq gözlənilmişdir. Hindistan dəniz yolunu kəşf etmək üçün səyahətə başlamışdır. Fernando Magellan başlayan kim idi? Bu istiqamətdə gələnlər çoxdur. Bartolomé Dias cəhd eləmişdi. Vasco da Gama gəldi. Christopher Kolumb başlamışdı, amma uğursuz olmuşdu. İlk dəfə ümid burnuna gəlib çıxmışdı. Amerika Vespucci yox, Bartolomé Dias idi. Dövlət mənafi prinsiplərini irəli sürürdü. Martin Luther deyildi. Kardinal Richelieu idi Fransada. Avropada siyasi sərhədlərini müəyyən edən ilk dövlətimiz Portuqaliya idi. Coğrafi kəşflər mövzusunda keçən bir cümlə idi bu ifadəmiz. Suveren dövlətlərin hüquqla bərabərlik yanaşması ilk dəfə tətbiq edilmişdi. Augsburg sazişində deyildi. Vestfaliya konfransında 1648-ci ildə. Üçüncü sualımıza baxırıq. Cədvəldə hansı hadisələrin yerini dəyişdirsək, ardıcıl düzgün o. Vestfaliya müqaviləsi 1648, Boston Çay Məclisi 1773, George Washington ABŞ-ın ilk prezident seçilməsi 1789, Saratoga döyüşü 1777, ABŞ-ın ilk konstitusiyası, ilk dəfə düzəlişlər edilməsi 1791, 77-91 düzdür. Amma burada 89-77 ardıcıl pozulub, 2 və 3-ü dəyişdirəcəyik biz burada. Üzr istəyirəm, 3-dən 4-ü dəyişirik C variantı. Hərbi çevriliş baş verməsi Oliver Cromwell özü Lord Protector elan etmişdi. Verilən tədbirlər nəticəsində İngiltərə hərbi diktatura quruldu, doğrudur. Y variantına baxacaq. Başladıq. Burja inqilabı başlamışdı. 1640-da uzun müddətli parlamentin çağırılması, Stuartlar bərpa edilməsidir. Restavrasiya 1660-dır bu. Respublika quruluşunun bərqərar olması 1649 idi. Şanlı İnqilab adlı hadisəmiz isə o da 1688.
Beşinci sualımız, reformasiya nəticələrinə aid olan mexanizmi tamamlayın. Reformasiya, kapitalist iqtisadi sistem əsası qoyuldu, təhsil dünyəvi xarakter daşımaya başladı, elmi araşdırma dinin təsirindən azad oldu, katolik kilsəsinin nüfuzu artdımı? Xeyr. Milli dövlətlər dövründən keçid üçün zəmin yarandı, şərait yarandı? Bəli. Artıq dinin təsirindən çıxdı və milli dövlətlər yaranmaya başladı. Doğrudur, B variantı. Altıncı suala keçirik şagirdlər. Xronji ardıcılığı müəyyənləşdir. Augsburg sazişi 1555, 30 illik müharibə başa çatdı, 1648 Vestfaliya konfransı, Hindistana dəniz yolu 1498, Şimali Amerikada ilk İngilis koloniyası, Şimali Amerikada 1607-ci ildə. Ardıcılığı olacaqdır 3, 4, yox 3 yox, 1-dən başlayırıq, 1500 var. Daha doğrusu 1400, 3, 1, sonra 4, 2, 3, 1, 4, 2 ardıcılığımız D variantı. 7. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edək. Fransa üstünlük qazanmışdı. 100 illik müharibə yoxsa 30 illik müharibə idi. Fransanın burada üstünlük qazanması 100 illik müharibədə, 30 illik müharibədə bəli, hər ikisində üstündür. Nəyə görə? Çünki 100 illik müharibədə 1453-də Fransa qalib gəldi. 30 illik müharibənin gedişatında isə üstünlük İspaniyadan Fransaya keçdi. İngiltərə iştirakçısı olmuşdur 100 illik müharibənin, çünki 30 illik müharibədə İngiltərə iştirak eləməmişdi. Sonra Avropada dini müharibələr başa çatmışdı 30 illik müharibənin nəticəsində. İspaniyada üsyanların başlaması təkan vermişdi. Bu da 30 illik müharibənin nəticəsində olacaqdır. Paris müqaviləsi ilə başa çatmışdır. Paris müqaviləsi ilə bu ABŞ-da olan müharibədir. İstiqlal müharibəsi 1775-83-də. 1B, 2C-D, 3A. A variantı. Verilmiş hadisələrin xüsusiyyətləri müəyyən edək. Hansı dövlətləri əhatə edir? İngiltərə Respublikasının elan edilməsindən sonra onun müstəqilliyini tanımışdır. Yəni 1649-dan sonra tanımışdır. 18-ci əsrdə ABŞ-la İngiltərə arasında aparılan müharibəsinə qoşulmuşdur. Söhbət burada gedir şahidlər. Deməli, Fransa, bir də İspaniya dövlətindən gedir söhbətimiz. 3-dən 4. 9-cu sualımız. İngiltərənin 17-ci əsr tarixinə aiddir. 9-cu sualımızda. 17-ci əsr 1600-cü ildə. Şimali Amerikada ilk İngilis koloniyası 1607. Dövlət Böyük Britaniya 1707 adlanacaq. Alqızılgül 1455-85. Deməli, bu getdi. 1-2 də getdi. Səfəvi dövləti ilə əbəd dostluq müqaviləsi 1621. Bizə 17-ci əsr isə 1600-1600. 1-4 hələ ki var. Hüquqlar haqqında bil qəbul olundu. 1689-cu ildə qəbul olundu. Bu da var. 1, 4, 5. Var mı cavabımız? C variantı. 10-cu sualımız. İstiqlaliyyət 1-ci İstiqlaliyyət müharibəsi. ABŞ ordusunun qələbə qazanmasının səbəbləri nə idi? Amerikalıların döyüş motivasiyası doğrudur. Yandırmış torpaq taktikasından istifadə etmişdir. Doğrudur. Sultan Süleyman yürüşlərdə də bu məsələmiz var idi. Rusiya ilə bağlamış hərbi ittifaq deyil. Rusiya İngiltərəyə qarşı müharibəyə qoşulmuşdu. Amma burada biz adını çəkmirik onun. Sonra İngilis donanmasının təcrübəsizliyi xeyr, əsla belə bir məsələ söz ortaya atılmaz. İngiltərə əhalisi müharibəyə dayanmaq tələbi var idimi? Var idi, bəli. 1, 2, 5 doğru cavabımızdır. Cavabımız C variantı. Merkantilizm adlanırdı. Merkantilizm xaç sürüşləri mövzusunun sonunda, daha doğrusu coğrafi kəşflər məsələsindən sonra
mövzunun axırında var məsələ. Xalqın rifah tərzinin qızla əsaslanması deyə ifadə eləyirdi merkantilizm siyasəti. Yəni orada maddi rifahı əsas tuturdu. Cavabımız A variantı. 12-ci əsrdə 12-ci sual daha doğrusu eyni ilə aiddir. Eyni ilə aiddir. Vestfaliya konfransı 48, Şah Abbasın hakimiyyətə gəlməsi 42, İngiltərədə Cromwellin hərbi çevriliş etməsi, 53, 1653, ilk səfəvi Rus münaqişəsi o da 1653-dür. 2 oxşardır. İngiltərənin Böyük Britaniya adlanma başlaması 1707, Səfəvə qarşı hücumda o da 1707-dədir Carbala-kəndə. Reformasiya hərəkatının başlaması 1517, Şah Təhmasibin hakimiyyətə gəlməsi 24. 2 ilə 3 doğru cavabımızdır C variantı. 13 uyğunluğu müəyyənləşdirək. 75-83 ABŞ-İngiltərə müharibəsində ABŞ-da siyasət tamamilə burjazın əlinə keçdiyi ifadəsi səhvdir, çünki cənubda quldarların hakimiyyəti idi. 56-63-cü illər İngilis-Fransız müharibəsi, 2-ci illik müharibə, Hindistanın fransızlar tərəfindən ələ keçirilməsi tam tərsi artıq İngiltərədə ingilislərin üstünlüyü başladı. Deməli, bu ifadə, yox, doğru deyil, bu səhvdir. İstəyirəm. Bu səhv ifadə idi. İngiltərədə 1688-ci baş vermişdi. Baş verməsi, çevriliş. 2-ci James taxtdan salındı, doğrudur. Oranlı Wilhelm hakimiyyətə gəlmişdi. Şanlı inqilab adlanırdı. 83 Versal sülhü Kanada İngiltərə mülkiyyətində qaldı. Bəli. Deməli, İngiltərə ABŞ müstəqilliyini tanıdı. Kanada isə İngiltərənin təsirində qalmışdı. 3-dən 4 doğru cavabımızdır. Y variantı. Xəritə sualımızda 17-ci əsrin sonlarında parlamentli monarxiyaya çevrilmiş dövlət söhbət İngiltərədən gedirdi. 5 Y variantı. 15-ci sualımıza keçirik şagirdlər. Dünyada ilk sənaye çevrilişi, bəli, bunlar rahat suallardır. Bilirsiniz ki, İngiltərədə baş vermişdi. Yəni İngiltərə ərazisi burada. Bura İngiltərədir. 1 Fransadır. 4 İspaniyadır. 3 uzunboğaz çəkmə İtaliyadır. 2 isə Rusiyadır. Xəritəyə aid olmasa da belə yenə də deyək, ilk dəfə İngiltərədə baş vermişdi. Sənaye çevrilişi 18-ci əsrdə. Uyğunluğu müəyyən 1492-1600 yerin kürə formasını sübut eləmişdi. Fernando Magellantdır 1519-22-dir. A getdi. Yerin İngiltərədə inqilabın başlaması 1640-dır. Kolumb Kuba və Haiti adalarını kəşf eləmişdi. Kolumb bu 1492-ci ildə idi. C. Qranada Əmirlik süqutu da 1492-yə aiddir. Yerin 1603-də isə Stuartlar sülaləsinin hakimiyyətə gəlməsi, bəli, o da 1603-dür. 1 C, D, 2 Y variantı A doğru variantdır. 17-ci suala baxırıq. Daha əvvəl olmuşdur. Daha əvvəl. ABŞ-ın yaranması 1776 İstiqlaliyyət bəyannaməsi, Yorktown döyüşü 1781, Şimali Amerikada ilk İngilis koloniyası 1607, biraz əvvəl demişdik. Bunu da Bartolomey Diaşın Ümid burnunu kəşf etməsi, Bartolomey Diaş 1480-ci illərdir, 80-ci illər, tam 80-ci illərə aiddir. Martin Luther'in Katolik kilsəsinə qarşı çıxması da 1517 idi. Daha əvvəl olmuşdursa, Bartolomey Diaş 15-ci əsrə aiddir. 18. Deməli, böyük coğrafi kəşflər. Ərəblər Avropadan tamamilə çıxarıldı. Bu, əzizlər, coğrafi kəşflər yox, Reconquista'ya aiddir. 1498-də idi. İspanlar Meksikada Azteklərin dövlətinə son qoydular, düzdür. Avropada ilk dəfə taxıla əsaslanan qida təminat problemi aradan qalxdı. Çünki kartof gəldi Amerikadan və digər bitkilərlə tanış oldular. Ona görə də
Qida rasionuna kartof, yeni bitki əlavə olundu. Aclıq aradan qaldı. Nisbətən B.C. Vestfaliya sülhü 1648 idi. İlk dəfə suveren dövlətlərin birliyi prinsipi ortaya atılmışdı. Bəli. İspaniyanın siyasi dağılımı rəsmiləşdi. İspaniya deyil, bu Almaniya olmalı idi siyasi dağılımın rəsmiləşməsi. Kilsənin gücü məhdudlaşdırıldı, doğrudur. Artıq Papanın imzasına ehtiyacı olmadan da müqavilə bağlaya bilər dövlətlər, məsələlər həll olundu. 1BC, 2AC, 1BC, 2AC, C variantı. Doğru nəticəni müəyyənləşdirək. 16-cı əsrin əvvəllərində Almaniya siyasi cəhətdən birləşdirilməsi başa çatdı. Başa çatmadı, daha da davam elədi. Almaniya birləşməsi 19-cu ikinci yarısına aiddir. Augsburg sazişinə katoliklərin yox, protestantların din azadlığı tanınacaqdır. Sonra Fransa və İngiltərə kilsə reformasiya hərəkatında qalib gəldi. Fransa və İngiltərə kilsə reformasiyasında qalib gəldimi? Xeyr. Martin Luther Papaya qarşı mübarizə məqsədilə İsa cəmiyyətini yox, bunu eləyən Roma papası idi. 1524-25-ci ildə Almaniyada kəndli müharibəsində feodal qaydalar daha da sərtləşdi. Bəli, azad olan kəndlilər də təhkimli halına salınmışlar. Bu doğru variant 19. İngiltərə üçün nəticələri uğurlu olmuşdur. ABŞ ilə 18-ci aparılan müharibədə uğursuz oldu və bir istiqlal müharibəsində İspaniya baş vermiş 1588 La Manche döyüşündə bu doğrudur. Xaç yürüşündə, 3-cü Xaç yürüşündə məğlub olmuşdular. 7 illik müharibə 1756-63 burada uğurlu olmuşdu, qalib gəlmişdi. Vestfaliya sülhündə ümumiyyətlə bu 30 illik müharibədə İngiltərə iştirak eləməmişdi. 2 ilə 4 doğru variantımızdır. Cavabımız A-dır. 21-ci sualla davam edirik. ABŞ və İngiltərə arasında baş vermiş birinci istiqlal müharibəsi 1775-83. Təkrar yazaq ki, bunları bəzən yadımızda qalmış olsun. ABŞ-ın Bostonu azad etməsi var müharibənin gedişatında. Amerikalılar Puritan partisan müharibəsində üzv sistem istifadə eləmişdi, doğrudur. Fransa İngiltərəyə hərbi yardım göstərdi. İngiltərəyə yox, ABŞ-a yardım göstərmişdi, bu səhvdir. ABŞ-ın ilk konstitusiyası, bu da 1787-yə aiddir. Gördüyümüz kimi müharibədən sonraya aiddir. Əslində ABŞ-a aiddir, amma müharibəyə aid deyil. 1 ilə 2 doğru variantımızdır. ABŞ, Fransa, İspaniya 18-ci əsr oxşarlıq təşkil edir. ABŞ, Fransa, İspaniya 18-ci əsrdə. İngiltərəli müharibənin aparılması İngiltərə İspaniya müharibə apardı. İstiqlal müharibəsində İspaniya ona qarşı iştirak elədi. Fransa da ona qarşı iştirak eləmişdi. ABŞ-da bəli, İstiqlal müharibəsi doğrudur. A variantımız, digər variantlara heç baxmayaq. 23. İngiltərə tarixinə aid xronoloji ardıcılı müəyyən edək. 1784. Hərbi islahat haqqında qanun Oliver Cromwell 1642-dən deyə bilərik. Vətəndaş müharibəsinin gedişatında, yəni 42-46-cı illərdə dövlətin parlamentli monarxiya çevrilməsi 1688. Birinci Charles parlamentə qarşı yeni müharibəyə başladı. Charles yeni müharibəyə başladı. 1648 düzəliş eləyim. 1648 ikinci vətəndaş müharibəsi. Xronoloji ardıcılığa baxaraq, deməli 2 4 3 1 2 4 3 1. 24-cü sualımız Vestfaliya sülhünün nəticələrinə aiddir. Vestfaliya sülhü 1648. Almaniya siyasi dağılımı rəsmiləşdirildi mi? Doğrudur. İngiltərə dənizləri üstün İspaniya bölüşməli oldu. İngiltərə yoxdur, belə bir ifadəmiz yoxdur.
Qərbi Avropa üstünlük Fransadan İspaniyaya yox, İspaniyadan Fransaya keçməli idi. Cümlə belə olmalı idi, səhv veribdir. Avropa dini müharibələr dövrü sonlandı, düzdür. Bəs Alman dini müharibədən sonra isə 1555 Augsburg sazişi idi. Kilsənin gücü məhdudlaşdırılmışdır, doğrudur. 1, 4, 5 doğru variantımızdır. 25-ci sualımız. 17-ci əsrin sonunda İngiltərədə baş vermiş şanlı inqilabın nəticəsində. Şanlı inqilab nəticəsində nə baş verdi şahidlər? Uzunmüddətli parlament fəaliyyəti dayandırıldı mı? Xeyr. Şanlı inqilab baş verib 1688-də. Uzunmüddətli parlamentin fəaliyyəti isə 1640-dan 53-ə qədərdir. Yəni əlaqəsi yoxdur. Siyasi hakimiyyət burjuaziyanın əlinə keçmişdi. Bəli. Kapitalizm inkişafı sürətləndi, doğrudur. İkinci Charles hakimiyyət dəvət olundu. Bu da 1660-cı ildə restavrasiya zamanı idi. 2 ilə 3 doğru variantdır. ABŞ-ın 17-ci əsrin, daha doğrusu 18-ci əsrin 80-ci illər tarixinə aiddir. Konstitusiya hüquqları haqqında bil 1791, 80-ci illərə aid deyil. Hakimiyyətin 3 qola ayrılması 1787 Konstitusiyası əsasındadır bu. Möhür rüsumu 65 idi, bu da səhvdir. İlk prezident seçilməsi 1789-cu ildə doğrudur. 2 ilə 4. Uyğunluğu müəyyən edir. Birinci istiqlal müharibəsi, yəni 1775-83, reformasiya 1517. Avropada etnik kimliklərə keçid yarandı. Bu reformasiya nəticəsində baş vermişdi. Sonra şərq ölkələri tamamilə işğal olundu. Tamamilə işğal olundu belə bir ifadəmiz yoxdur. Coğrafi kəşflərdə deyə bilərsən, amma tamamilə işğal olunmamışdı. Avropada inqilabi hərəkata təsir göstərmişdi. İstiqlaliyyət müharibəsi. Birə C. Sonra ayrı-ayrı müstəqil kilsələr yarandı. Bu reformasiyaya aid nəticədir. Sonra demokratiya quruluşu müstəmləkə zülmü üzərində qələbə qazandı. Bəli, ilk dəfə olaraq bu Amerikada baş verdi. Müharibədə müstəmləkəçilər, yəni müstəmləkəyə məruz qalan ərazi müstəmləkə dövləti üzərində qalib gəldi. C, Y. 1-ə C, Y, 2-yə də A, D. Növbəti suallarımıza baxın. Situasiyamız İspan, Portuqaliya bir digər dövlətlərlə müqayisədə qarşıda duran mürəkkəb vəzifə yerinə yetirilməsə daha çox hazır idi. Klassik feodalizmin son mərhələsində məhz bu iki Pirne ölkəsinin səyyahları bir neçə 10 illikləri Afrikanın ətrafı dolanmaqla Şərq ölkələrinə Amerika edən yolları araşdırmışdı. Şərq yolunun axtarışı ilə onlar Hindistanı, Qərb yolunun axtarışı ilə isə iki böyük materik, Şimal və Cənubi Amerikanı öyrəndilər. Ancaq sonradan Pirne ölkələri zəbt etdikləri sərvətlərlə məhdudlaşaraq yeni torpaqlar axtarışından imtina etdilər və əsas diqqətlə tutduqları yerləri əldə saxlamağa yönəldilər. Mənbədə verilən məlumata əsasən hansı hadisənin tərkib hissəsinin olduğunu yazın. Bəli, aydın məsələdir ki, bu nə idi? Bizim coğrafi kəşflərimiz. Coğrafi kəşflər. Bəhs olunan hadisənin baş verməsinin iki səbəbini yazın. Şahidlər, səbəb çoxdur. Səbəb çoxdur. Qara ölüm epidemiyası var. Qara ölüm xəstəliyi var. Sonra Avropalıların necə ifadə eləyək sözü? Avropalıların bahalı həyat şəraiti. Qısa olaraq yazıram. Bahalı həyat şəraitinə öyrəşmək. Üçüncü deyə bilərsiniz, şərqin zəngin sərvətləri və s. Yəni başqa ehtimallar da deyə bilərsiniz. Sonra ticarət yollarının dəyişməsi əsas səbəblərdən biri. Yəni nəyə görə dəyişməsi deyərkən ticarət yollarının Osmanlı əlinə keçməsi. Səbəblər deyiriksə bunları qeyd edə bilərik.
Haqqında bəhs olunan tarixi prosesin 2 nəticəsini yazın deyib. 2 nəticələrdən biri deyə bilərsiniz. Şərq ölkələri üçün müstəmləkə zülmü başladı. Şərq ölkələri üçün müstəmləkə zülmü başladı deyə bilərsiniz. 2. Ticarət yolları yerini dəyişdi. Bizdən ikisini istəyir, biz hər ehtimal digərlərini də yaza bilirik. Sonra nə deyə bilərik? Qul ticarəti başladı. Qul ticarəti başladı. Və s. variantları biz nə edə bilərik? Saya bilərik.